İranda yaşayan LGBT icmasının vəziyyəti kifayət qədər mürəkkəb və ağırdır. Ölkədə homoseksuallıq qanunla qadağan edilir və cəzası arasında edam da var. Bəs İran azərbaycanlısı bir nəfər həm də LGBT olarsa nələr yaşayır? Müxtəlif mənbələrə görə İranda yaşayan azərbaycanlıların sayı 35-40 milyondur. Bu isə ölkə əhalisinin 42-46%-ni təşkil edir. Cəmiyyət içərisində də homofobiya və transfobiyanın dərin kökləri var. Dövlət səviyyəsində də LGBT-lərə reaksiya repressivdir. İran azərbaycanlısı queer qadın Sufiyə ilə olan söhbətimizdə o, insanların həyatlarının özlərini gizlətməklə keçdiyini deyirdi. Sufiyə deyir ki, İran azərbaycanlılarının arasında LGBT-lər kifayət qədərdir. Amma onlar da digər fərqli görünən hər kəs kimi İrandan qaçmağa çalışırlar. Mən Instagramda və sosial mediada daha çox bədən pozitivliyi, nu art və qadın bədəni haqqında paylaşımlar eləyirəm. İranda qadın və queer olmaq çox çətin və çox ağır və çox təhlükəlidir. İnsanlar, queerlər və qadınlar dövlət tərəfindən yaxud ailələri tərəfindən işgəncəyə məruz qalırlar ya da məcburi evliliklər baş verir. Daima təzyiqdəsiz, daima ölüm təhlükəsi var. Yəni daima özünüzü gizlətmək məcburiyyətindəsiz. Xüsusilə də yəni Azərbaycanlılar, oradakı Azərbaycanlılar istər dil baxımından deyək, istər mədəniyyət baxımından deyək, davamlı olaraq zülm görürlər. İndi düşünün də, queersiz, siz qadınsınız, siz LGBT-siz, siz iki qat bu zülmü yaşayırsınız. İranda bizim iki tür polisimiz var. Əxlaq polisi və normal maşınları kontrol edən polislər. Sizə pozğun olaraq göstərirlər. Bu o qədər dərin bir kök salıb ki, yəni həm dini cəhətdən, həm mədəni cəhətdən bu təzyiqləri görəndən sonra ya özlərini gizlətsinlər, ya intihar eləsinlər və ya da ölkədən qaçsınlar. İran azərbaycanlılarına qarşı etnik və siyasi repressiyanın artması barəsində Human Rights Watch təşkilatı İran hakimiyyətinin Azərbaycanlı fəallara qarşı ciddi repressiyalar həyata keçirdiyini sənədləşdirib. Həm Azərbaycanda, həm də İranda LGBT-lər diskriminasiyaya, polis zorakılığına, hüquqi müdafiəsizlik vəziyyətinə və cəmiyyətin aqressiyasına məruz qalmağa davam edirlər. 2011-ci ildə Azərbaycan Avroviziya mahnı müsabiqəsində qalib olduqdan sonra Bakıda gey parad keçiriləcəyi ilə bağlı şayiələr yayılmışdı. Eurovision ilə qədər ölkəmizdə keçirilən gey parada münasibətiniz necədir? Çox əla, əla. Bütün qərb ölkələrin, şərq ölkələrin hamısını heyran edən bir şeydir. Biz onlardan deyilik. Əlbəttə, hər bir xalqın fəxridir ki, onun ölkəsində belə bir... Mən rusca cavab versəydim. Çox yaxşı. Çox yaxşı. Ölkəmizdə olan korrupsiyaya münasibətin. Bu həmişə olub, olacaq da. Boş-boş şeylər danışmağa dəyməz. Bakı Avroviziyaya ev sahibliyi elədiyi üçün bir çox beynəlxalq tədbir təşkilatçıları da ölkədə əlavə tədbirlər planlaşdırmışdılar. Bu gey paraddan daha çox LGBT dostu məkanları tanıtmaq, kiçik sosial görüşlər təşkil etmək üçün olunan bir tədbir idi. I'm not happy with your answer. Are you sure that Azerbaijan can host all those gay-friendly and gay people to make it such a big party as it is in Düsseldorf? So we invite you three of you to Azerbaijan, and you're gonna answer your question yourself. I think it would be great. Thank you. I think, yes. Həmin dövrlərdə İran dini liderlərindən bəziləri Azərbaycana qarşı çıxmış və müsəlman dünyasında belə qeyri-ənənəvi bir tədbirin keçirilməsini pisləmişdilər. Bu hadisədən sonra iki ölkənin arası pisləşmiş və LGBT icmasına qarşı yeni bir təzyiq metodu yaranmışdı. Bakı ilə Tehran arasındakı siyasi münasibətlər hələ də çox gərgindir. Mədəni və dil baxımından yaxınlıq, regional təsirlər hər iki ölkənin queer icmasını hara aparacaq? Həmrəy olmağımız üçün nələr edə bilərik?